Hər birinizi salamlayıram. Bu günlərin biz sizinlə Osmanlı İmperiyası haqqında danışacağıq. 14-16-cı əsr Osmanlı dövlətindən danışmışdıq. İndi isə 17-18-ci əsr Osmanlı İmperiyası haqqında məlumat verəcəyik. Yazmışıq ki, 16-cı əsrin sonunda Osmanlı dövlətinin vəziyyəti ümumiyyətcə dedik axı Osmanlı dövləti 16-cı əsrdə öz qüdrətinin zirvəsinə çıxır. Biz birlikdə dövlət yaranır, qüdrətə çatır və başlayır tənəzzül etməyə. Bu da artıq işğal eləyə bildiyi ərazilərin hamısını işğal eləmişdi. Qüdrətinin zirvəsində idi. Biz danışanda 14-16-cı əsr Osmanlı dövlətindən danışanda 2-ci Səlimə qədər oxuduq da, ona kimi öyrəndik. 2-ci Səlimdən sonra indi biz danışacağımız proseslər 2-ci Səlimdən sonrakı proseslərdir. Bəli, həmin dövrdə deyirik ki, artıq 1579 götürək də 1579-cu ildə Osmanlı dövlətində durğunluq dövrü başlayır. Düz 1699-cu ilə qədər. Bu durğunluq və geriləmənin səbəbləri var idi. Məsələn, biz deyə bilərik daxili və xarici səbəblər. Daxili səbəb nə idi? Mərkəzi hakimiyyət zəifləmişdi, iqtisadiyyat çökmüşdü, ordu quruculuğunda nöqsanlar var idi. Eyni zamanda elm və təhsil sistemi geridə qalmışdı. Yəni nə? Məsələn, dünyəvi elmlərə üstünlük verilmirdi. Xarici səbəblər nə idi? Böyük dövlətlərin əhatəsində idi, yəni güclü dövlətlərin əhatəsində idi. Eyni zamanda böyük coğrafi kəşflər dövründə Hindistana dəniz yolu kəşf olunması dedik, nə baş verdi? Tarixi İpək yolu öz əhəmiyyətini itirir və həmin İpək yolu üzərində yerləşən dövlətlər də nədir? Zəifləməyə başladı. Bundan başqa biz deyə bilərik ki, Səfəvilərlə, eyni zamanda Avropa ölkələri ilə aparılan müharibələr dövləti zəiflətmişdi. Burada qeyd eləmişik ki, Osmanlı dövlətində idarəçiliyin zəifləməsi. Yəni idarəçilik niyə zəifdir? Dedik artıq 1-ci Əhmədin dövründə nə baş verdi? Qəfəs üsulu tətbiq olunur. Yəni hakimiyyətə çıxacaq şahzadələr validə sultanların əhatəsində tərbiyə olunurdu. Həmin qəfəs üsulu da gətirdi neyinəmdir? Validə sultanların dövlət ilişkilərində qarışmasına gətirib çıxardır. Bundan başqa deyirik bu sultanlar hərbi yürüşlərdə ordunun başında iştirak eləmirdilər. Rəhbər vəzifələrə təyin olunan zaman rüşvətxorluq halları geniş vüsət almışdı. Bundan başqa sədr-əzəmlər tez-tez dəyişilirdi. Bu da dövlətin idarəçiliyinin zəifləməsinə gətirib çıxardırdı. Durğunluq dövründə Osmanlı İmperiyasında iqtisadiyyat nə cür idi? Deyirik ki, iqtisadiyyat zəifləmişdi. Çünki tez-tez nə baş verirdi? Sultanlar tez-tez dəyişdirilirdi və cülus bəxşişlər artırılmışdı. Yəni hakimiyyətə çıxan o cülus edən şəxs neyinirdi? Mülki və hərbi məmurlara hədiyyələr paylayırdı və hər yenisi çıxanda əvvəlkindən daha çox hədiyyə paylayırdı ki, yadda qalan olsun. Eyni zamanda sultan saraylarına çoxlu xərclər tələb edən ziyafətlər verirdilər. Bundan başqa biz dedik axı coğrafi kəşflər dövründə ticarət yolları dəyişdi və dövlətin iqtisadiyyatını çökdürdü. Bundan başqa deyə bilər ki, ümumi zəifləmədən söhbət gedirsə, məsələn, beşik alimliyindən danışa bilərik. Beşik alimliyi nə idi? Dedik 16-cı əsrdə tətbiq olunmuşdu. Alimin oğlu alim olmalı idi. Bəlkə alimin oğlu savadsızdır, sarsaqdır, niyə görə alim olsun ki? Bu da dövləti zəiflədirdi. Eyni zamanda biz deyə bilərik ki, durğunluğu aradan qaldırmaqdan ötürü islahatlar keçirildi. Məsələn, Köprülü Mehmet Paşa var idi. Bu kim idi? Sədr-əzəm idi. Məqsəd nə idi? Durğunluğu aradan qaldırmaq istəyirdi, tənəzzülün qarşısını almaq istəyirdi, eyni zamanda orada qayda-qanun yaratmaq istəyirdi, din xadimləri arasında ixtilaflar var idi. Onları aradan qaldırmaq istəyirdi. Nəticəsi nə olur? Deyir ki, nəticə olur ki, orduda nizam-intizam yaradılır, Anadoludakı üsyanlar yatırılır. Bundan başqa Çanaqqalanı Venesiyalılar mühasirəyə almışdı. Onlar məğlubiyyətə uğradılır. İslam alimləri arasında olan o ixtilaflara son qoyulur. Bunun da ardınca deyirik ki, oğlu gəlir Fazil Əhməd Paşa, o da atasının islahatlarını davam elətdirir. Avstriya üzərində parlaq qələbələr qazanır. Eyni zamanda 1669-cu ildə Krit adasını fəth eləyir. Rusiya Respospolit üzərində qələbələr qazanır. Ukrayna kazaklarının xeyli hissəsini öz himayəsinə götürür. Buna baxmayaraq nə baş verdi? Yenə də dövləti durğunluqdan çıxarda bilmədilər. Müqəddəs birlik niyə yarandı? Dedik axı bir də 1-ci Viyananın 1-ci uğursuz mühasirəsindən danışmışdıq. Artıq 1683-cü ildə Viyananın 2-ci uğursuz mühasirəsi olur. Ondan sonra Avropa ölkələri narahat olmağa başlayır. Roma papasının təşəbbüsü ilə müəyyən dövlətlər yığılır və müqəddəs birlik yaradır. Yəni xasslı ittifaqı yaradılır. 1684-cü ildə Venetsiya idi, Avstriya idi, Malta idi, Respospolita idi. Hətta deyirik 1686-cı ildə Rusiya da bunlara daxil oldu. Çünki axı Rusiya ilə Respospolita arasında problemlər var idi. Ona görə də problemləri həll edəndən sonra 86-da Rusiya da daxil oldu. Deməli müqəddəs birliyin üzvləri kim idi? Venetsiya, Avstriya, Malta, Respospolita, sonradan da Rusiya.
Hətta Süleyman Şaha da məktub göndərdilər Səfəvi hökmdarına. O deyir ki, biz din və can qardaşlarımızı ağır gündə arxadan vurmayacağıq. Amma məncə Osmanlılara elə bir məktub göndərirsə, onlar gələrdilər bizim üzərimizə. Nəticəsi nə oldu? Osmanlı yazmışıq ki, müqəddəs birliklə müharibənin nəticəsi. Nəticəsi nə olur? Heç nə. Deyir ki, Osmanlı ağır məğlubiyyətə uğradıldı müqəddəs birlik tərəfindən və 1699-cu ildə sülh müqaviləsi bağlanır. Osmanlılar Mərkəzi Avropada olan torpaqlarından imtina edirlər, yəni əl çəkirlər. Həmin torpaqlar əllərindən çıxır. Və bununla da durğunluq dövrü nə ilə əvəz olundu Osmanlılarda? Geriləmə dövrü ilə. Yəni 1699-dan 1791-ci ilə qədər olan dövrü biz geriləmə dövrü adlandırırıq. Həmin dövrdə yazmış ki, geriləmə dövrü 3-cü Əhməd. Bəli, 3-cü Əhmədin dövründə nədir o? Rusiya hökmdarının adı 1-ci Pyotr. 1-ci Pyotr yürüş edir 1711-ci ildə, biz buna Prut yürüşü deyirik, lakin orada mühasirəyə düşür və Prut barışığı imzalayır. Təzə bundan başqa biz deyə bilərik ki, Avstriya Venesiya yazmışıq bura. Prut barışının qarşısında Avstriya Venesiya nədir? Avstriya Venesiya üzərində deyirik ki, nə baş verdi? Müharibəyə başlayır. Həm müharibənin nəticəsi nə olur? Məğlub olur. Yəni Avstriya ilə Venesiya ilə müharibə aparır, çünki axı Rusiya buna eləmişdi, Prut barışığı imzalamışdı. Deyir, o boyda Rusiya mənim qarşımdan qaçırsa, qoy müqəddəs birliyin digər üzvləri ilə də müharibə aparım. Avstriya ilə, Venesiya ilə müharibə aparır, məğlub olur və Balkan yarımadasında xeyli ərazilər itirir. Eyni zamanda biz deyə bilərik ki, İngiltərəyə, Fransaya, Avstriyaya nə göndərmişdi? Elçi heyəti göndərmişdi, nümayəndə heyəti göndərmişdi. Məqsəd nə idi? Deyirdi ki, ged orada idarəçilikdir, daxili siyasətdir, onları öyrənib mənə məlumat göndərin. Elmi yeniliklərdir, ordu quruculuğudur. Bunlar haqqında məlumatlar gətirin mənə. İngiltərədən, Fransadan, Avstriyadan ora nümayəndə heyəti göndərmişdi. Bundan başqa biz qeyd eləmişik bura İbrahim Paşanın islahatları. Bəli, 1718-1730-cu illəri biz nə dövr adlandırırıq? Lalə dövrü adlandırırıq. Çünki həmin vaxtı Sədrəzəm var idi. Hökmdar olaraq 3-cü Əhmədin dövrü idi. Sədrəzəmdə İbrahim Paşa idi. O nə edirdi? Xiyabanlarda çoxlu lalə əkdiyinə görə onu biz onun dövrün lalə dövrü adlandırırdıq. Bəs yaxşı, bu İbrahim Paşa islahatlar keçirir. Məqsəd nə idi? Dövlətin geriləməsinin qarşısını almaq istəyirdi və keçmiş qüdrətinin nüfuzunu bərpa eləmək istəyirdi. İslahatlar nə olur? Deyir ki, biz əvvəlki nüfuzumuzu qaldırmaqdan ötürü ordunu gücləndirməyə ehtiyac deyil. Xəzinənin boşalmasının qarşısını almalıyıq. Xəzinəyə qənaət etməliyik. Ona görə də götürdük bəzi yeniçəri birliklərini ləğv etdik. Axı onlara maaş verirdilər. Amma buna baxmayaraq dövlətin maliyyə vəziyyətini yaxşılaşdırmağı bacarır. Yaxşı, Lalə dövründə Osmanlı dövlətində hansı proseslər, hansı yeniliklər baş verdi? Məsələn, deyir ki, dünyəvi elmlərə maraq artır, Osmanlıda ilk mətbəə açılır, eyni zamanda müəyyən dənizlərin xəritəsi çəkilir, səhv eləmirəmsə Qara və Mərmərə dənizləri idi. Bundan başqa İstanbulda deyirik yanğından mühafizə xidməti təsis olunur. Başqa nə deyə bilərik? Məsələn, İstanbulda yeni binalar, yəni Avropa üslubunda yeni binalar tikilir. Bundan başqa çiçək xəstəliyinə qarşı peyvəndlər gətirilir. Bunu da qeyd elədik. Yazmışıq 1730 Yeniçəri üsyanı. Bəli, artıq nə baş verir? 3-cü Əhməd idi. 3-cü Əhmədə deyirlər ki, sən pulu dağıdırsan lazımsız şeylərə, həm də ki, ordunun başında heç bir döyüşə getmirsən. Bunlar da Səfəvilər üzərinə gedirdilər. 3-cü Əhməd deyir ki, mən Səfəvilər üzərinə gedəcəm. Gəmiyə minir, gedir, qaranlıq düşəndə qayıqla qayıdır geri. Bunlar da axı yeniçəri birliklərini ləğv eləmişdilər. Zaten araları yox idi. Ona görə 1730-cu ildə İstanbulda üsyan baş verir. Sədr-Əzəm İbrahim Paşadır, 3-cü Əhməddir. Bunlar hakimiyyətdən uzaqlaşdırır. 3-cü Əhmədin qardaşı oğlu 1-ci Mahmud Sultan elan olunur. Yazmışıq 1-ci Mahmudun islahatları. 1-ci Mahmud hakimiyyətə gəldi 1730-cu ildə. Gələn kim nə etməlidir? Ölkədə üsyan var, üsyanla devrilibdi bunun nəmisi. Qiyamçı yeniçərilərin müqavimətini qırır. Eyni zamanda üsyan zamanı dedi axı bəzi yerlər dağıdılmışdı. Onları başlayır yenidən təmir eləməyə. Məsələn, o Lalə dövründə başladılan müəyyən proseslər var idi də, abadlıq işləri. Onları davam elətdirir. Bundan başqa İstanbulda deyirik ki, xüsusi məktəblər, kitabxanalar, kağız istehsal edən müəssisələr açdırdı. Amma Lalə dövründən bir dənə fərqi var idi 1-ci Mahmudun. Nə idi? Düzdür, quruculuq yerində idi.
Amma əlavə ordu quruculuğuna xüsusi diqqət yetirdi. Axı dedi 3-cü Əhmədin dövründə daha doğrusu İbrahim Paşa gəlir, deyir ki, xəzinəni doldurmaq lazımdır. Başlayır yeniçəriləri falan ləğv edir, orduya elə də diqqət ayırmır. Amma 1-ci Mahmud başladı nə etməyə? Deyir, ilk növbədə ordu quruculuğuna xüsusi diqqət yetirdi. Nadir Şah Əfşarla sülh müqaviləsi bağladı. Əsas diqqətini kimə yönəldir? Avstriyaya qarşı yönəldir. Neyinir? Məsələn, deyir ki, Balkanlarda Avstriyanı ağır məğlubiyyətə uğratdı. Və eyni zamanda 1-ci Mahmud haqqında bunu deyə bilər ki, dünya hərb tarixində ilk dəfə qumbara atanlardan ibarət ayrıca qoşun növü, yəni qumbaraçılar ocağını təşkil etdi. Bu kimi prosesləri biz 1-ci Mahmud haqqında deyə bilərik. Eyni zamanda yazmışıq 1768-1774-cü ildə olan Rusiya-Osmanlı müharibəsi. Bəli, 1-ci Mahmud çox iş görür. 1-ci Mahmud hakimiyyətdən gedəndən sonra ondan sonra varisləri gəlir hakimiyyətə. Və deyirlər ki, biz Rusiyanı məğlubiyyətə uğradacağıq. 1768-ci ildə müharibə başlayır və 1774-cü ildə Kiçik Qaynarca müqaviləsi ilə başa çatdı. Kiçik Qaynarca müqaviləsinin şərtləri nə idi? Heç nə, Osmanlılar Qaradəniz sahillərində xeyli ərazilər itirdilər. Və eyni zamanda bunun vassal asıllığında Krım xanlığı var idi. Həmin Krım xanlığına müstəqillik verdilər. Yazmışıq şərq məsələsi və onun mahiyyəti. İkinci Yekaterina var idi, bir də onun köməkçisi vardı, Potyomkin. Onun dövründə Yunan layihəsi hazırlanmışdı. Nə idi Yunan layihəsi, şərq məsələsi? Məsələn, şərq məsələsinin mahiyyətini biz deyə bilərik ki, dənizlər yoxdur, Azov dənizi, Qara dənizdir. Onun sahillərini tamamilə işğal eləmək istəyirdilər. Eyni zamanda Bosfor, Dardanel boğazları üzərində nəzarət ələ keçirmək istəyirdilər. Bu kimi işlər görmək istəyir. Bəs yaxşı, Yunan layihəsi nə idi? Heç nə deyirdi ki, Rusiya deyir ki, Osmanlıların bütün torpağını ələ keçirim. Güya mən orada xristianlar zülmə məruz qalır, müsəlmanların zülmündən onları xilas eləyəcəm. Dünya pravoslavlığının mərkəzi olacaqdır Rusiya. Eyni zamanda şərqdə Böyük Britaniyadır, Fransadır, onların nüfuzuna zərər vuracam. İstanbulu işğal edib adını dəyişib Konstantinopol eləyəcəm. Keçmiş Bizans bərpa eləyəcəm. Konstantinopol onun paytaxtı eləyəcəm. Nə bilim, Avstriya, Balkan yarımadasından torpaq verəcəm. Yəni istəkləri çox idi Yunan layihəsində. Və sonradan da Yunan layihəsi niyə alınmadı? Çünki müəyyən dövlətlərin maraqları toqquşurdu. Məsələn, Misir uğrunda İngiltərə ilə Fransa arasında mübarizə gedirdi. Eyni zamanda Balkanlar uğrunda Avstriya ilə Rusiya uğrunda mübarizə gedirdi deyə Yunan layihəsi tam baş tutmadı. Eyni zamanda yazmışıq 1787-1791-ci illərdə Rusiya-Osmanlı müharibəsi. Bəli, 1783-cü ildəki Krım xanlığı işğal olundu. Oradakı olan türklərə divan tutuldu. Həmin vaxtı Krım türkləri qaçıb gəlib sığınır Osmanlı dövlətinə. Osmanlı dövlət də Krım xanlığını təzədən Rusiyanın işğalından azad eləməkdən ötürü 1787-1791-ci illərdə müharibə aparır. Həmin müharibəyə Rusiyanın müttəfiqi Avstriya da qoşulmuşdu, lakin Avstriya ağır məğlubiyyətə uğradılır. 1789-cu ildə sülh bağlayır 3-cü Səlimlə. Müharibədən çıxır. Lakin Rusiya ilə döyüşlərdə Osmanlı dövləti ağır məğlubiyyətə uğradılır və 1791-ci ildə Yassı sülh müqaviləsi imzalandı. Yassı sülh müqaviləsinin şərtləri nələr idi? Heç nə, dedilər, Dnestr çayı Rusiya ilə Osmanlı arasında sərhəd olacaq. Eyni zamanda Cənubi Puqdan Dnestr çayına qədər olan Qaradəniz sahillərindəki torpaqlar Rusiyanın əlinə keçəcək. Osmanlı dövlətdə Krımdır, Şərqi Gürcüstandır, onların Rusiyanın himayəsində olmasını qəbul edəcəkdi. Yazmışıq ki, 3-cü Səlimin hərbi islahatı. Bəli, artıq 1791-ci ildən Osmanlı dövləti dağılma dönəminə qədəm qoyur, düz 1922-ci illərə qədər. Artıq 3-cü Səlim gələndən sonra dövləti böhrandan çıxartmaqdan ötürü bir neçə islahatlar həyata keçirir. Nə idi? Əsasda hərbi islahat keçirdi. İndi biz 3-cü Səlimin hərbi islahatından danışırıq. Məsələn, deyirdi ki, hansı bu da hərbiçilər hərbi vəzifəni yerinə yetirmirsə, onların əlindən timardır, ziyamətdir, onlar geri alınsın. Eyni zamanda yeniçərilərə 3 aydan bir əlavə maaşlar verilirdi. Onlar qadağan olunur. Bundan başqa nə edir? Deyir ki, yeni hərbi hissələr yaradılacaq. Nə nümunəsində? Avropa nümunəsində. Bu da artıq nəyə gətirib çıxardırdı? Yeniçərilərin narazılığına gətirib çıxardırdı. Eyni zamanda yeni qumbaraçı məktəbi açıldı. Bundan başqa orduda hərbi təlimlər tez-tez keçirilməli idi. Hərbi mühəndislik məktəbi fəaliyyətini genişləndirirdi. Bu kimi işlər gördü. Hətta deyirik bunun bu islahatların nəticəsində nə idi? Fransa generalı vardı, Napolyon. Misirə yürüş edən zaman
Orada Əhməd Paşa adında bir donanma başçısı vardı. Onun tərəfindən ağır məğlubiyyətə uğradılar. Hətta Napolyon nə deyir? Deyir, taley məni bir qocanın əlində oyuncağa çevirdi. Eyni zamanda 3-cü Səlim İngiltərədir, Fransadır, Avstriyadır. Orada səfirliklər açdırdı. Bax, nümayəndə heyəti göndərdi 3-cü Əhməd. İngiltərə, Fransa və Avstriyaya. Səfirlikləri açdırdı. Bu artıq 3-cü Səlim idi. Hər ikisi də İngiltərə, Fransa və Avstriyada görmüşdü bu işləri. Yaxşı, 3-cü Səlimin islahatlar tam həyata keçirə bilməməsinin səbəbi nə oldu? Deyirik, Sultan 3-cü Səlimin qətiyyətsizliyi idi. Eyni zamanda Yeniçərilər və mühafizəkarların bu yenilərə qarşı müqavimət göstərməsi idi. İstəmirdilər də Avropa nümunəsində burada nələrsə olsun. Yaxşı, eyni zamanda yazmışıq nədir bu? 1806-1812-ci illərdə Rusiya-Osmanlı müharibəsi. Bəli, həmin dövrdə Rusiya ilə Osmanlı arasında müharibə olur. Yenə də deyirik ki, Osmanlı dövləti ağır məğlubiyyətə uğradılır və Buxarest sülhü bağlandı. Buxarest sülhünün şərtləri nə idi? Bessarabiya. Bessarabiya birlikdə haradır? Ukrayna ilə Moldovanın bir hissəsidir. Rusiya verilir, eyni zamanda Moldovadır, Valaxiyadır. Bunlar yenə də Osmanlı dövlətinin tərkibində qalır. Rus gəmiləri də Dunay çayında sərbəst hərəkət eləyə bilərdilər. Bundan başqa, Buxarest sülhündən danışdıq. Balkanlarda Osmanlılara qarşı üsyanlardan danışıq. Bəli, artıq Balkanlarda üsyanlar başlayır. Məsələn, Serblərin üsyanlarını deyə bilərik, Yunanların üsyanlarını deyə bilərik. Düzdür ki, Serblərin üsyanları yatırılır. Bəli, amma Yunanlılar nə edirdilər? Yunanlılar bir yerdə durmurdular. Hətta Yunanlılara dəstək də var idi. Fransa, İngiltərə, Rusiya onlara dəstək verirdilər. Nə baş verdi? 1827-ci ildə Navarin dəniz vuruşması baş verdi ki, Osmanlı dövləti burada ağır məğlubiyyətə uğradıldı. Eyni zamanda qeyd eləmişik 1829 Ədirnə sülhü. Bəli, 1828-1829-cu illərdə Rusiya-Osmanlı müharibəsi baş verir. Həmin döyüşdə yenə də Osmanlılar ağır məğlubiyyətə uğradılır və 1829-cu ildə Ədirnə müqaviləsi bağlandı. Nə idi Ədirnə müqaviləsinin şərtləri? Heç nə, Osmanlı dövləti məğlub olduğuna görə təzminat ödəməli idi. Eyni zamanda Osmanlı dövləti Moldovadır, Valaxiyadır, Serbiyadır, onlara muxtariyyət verməli idi. Axı dedik, həmin dövrdə Ruslar Cənubi Qafqazı işğal eləmişdi. Rusiyanın Cənubi Qafqazın işğalını tanımalı idi, Yunanistana müstəqillik verməli idi, Yunanistanın müstəqilliyini tanımalı idi, Axasıq Paşahlığının böyük bir hissəsini Rusiyaya verməli idi. Və bundan başqa Osmanlı dövlətində yaşayan 90 min erməninin Azərbaycanın şimal torpaqlarına hərəkətinə icazə verməli idi. Bu da bizim Ədirnə sülhünün şərtləri idi. Yazmışıq 2-ci Mahmudun islahatları. Bəli, artıq 2-ci Mahmud hakimiyyətə gələndən sonra əməl addımlar atmağa başlayır. İlk öncə hərbi islahat keçirir. Hərbi islahatında nə idi? Deyirik, 1826-cı ildə yeni nizami ordu yaratdı. Yəni yeni piyada korpusunun yaradılması haqqında fərman verir. Yeni nizami hərbi dəstələr yaradılır. Eyni zamanda Yeniçəri dəstələrini ləğv elədi. Yəni 1830-cu ildən artıq başladı ümumi əsgər yığımı qaydasında yeni ordu yaradılmağa. Hərbi len sistemini ləğv eləyir. Eyni zamanda hərbi xidmət göstərməyənlərdən Timardır, Ziyamətdir, həmin torpaqları geri alır 3-cü Səlim kimi. Bundan başqa deyirik, Timar torpaqları dövlətin mülkiyyətinə keçir. Və onun əvəzində Timar sahiblərinə də kompensasiya ödənilir. Yaxşı, başqa nə iş görür? Deyə bilər ki, məsəl üçün 2-ci Mahmud Avropa nümunəsində nazirliklər yaradır. Eyni zamanda Avropanın da o yeniliklərini mənimsəməyə başlayır. Bundan başqa yazmışıq 1639-cu ildə Gülxanə xətti şərifi. Bəli, artıq xətti şərifi nə idi? Deyir ki, gələcək haqqındaydı da bu. Yəni bu təzminat-ı xeyriyyədən söhbət gedirsə, məsələn biz deyə bilərik ki, 1839-dan 1876-cı ilə qədər keçirilən islahat idi. Tənzimat-ı xeyriyyə islahatı tənzimləmək idi, nə bilim yoluna qoyma demək idi mənası. Əslində burja xarakteri daşıyırdı. Həmin o tənzimat-ı xeyriyyə. Yaxşı, bəs Gülxani xətti şərifi fərmanında nədən söhbət gedilirdi? Qayda qanunların yaradılmasıdır. Ordu çağırışının nizamlanmasıdır. Bundan başqa iltizam sisteminin ləğv edilməsidir.
daha doğrusu əmlak təhlükəsizliyinin təmin olunmasıdır, vergilərin ədalətli və düzgün şəkildə yığılmasıdır. Yəni bunlar haqqında söhbət gedirdi. Eyni zamanda yazmışıq ki, bura 1876-cı il konstitusiyanın qəbul edilməsi. Bəli, 1876-cı ildə deyirik ki, nə baş verdi? Konstitusiya qəbul olundu 2-ci Əbdülhəmidin dövründə və eyni zamanda 1877-ci ildə parlament fəaliyyətə başlayır. Amma sonradan deyirik ki, nə baş verdi? Parlament buraxıldı. Çünki Balkanlarda Osmanlı əleyhinə üsyanlar baş vermişdi. Eyni zamanda bu Ruslarla Türklər arasında savaşlar baş verəndə